Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Novxanı kənd Mehdi Hüseynzadə adına 1 nömrəli tam orta məktəbdə olduq. Məktəbin yeni görüntüsü sözün əsl mənasında ürək açan idi. Burada şagirdlərin rahatlığı, yaxşı təhsil almaları üçün hər cür şərait yaradılmışdı. Sinif otaqlarından tutmuş aks salına, idman zalına qədər hər birini gəzdik. Demək olar ki, şagirdlər yeni tədris ilində çox sevincli idilər. Bu məktəbin uğurlarına gəldikdə isə saymaqla qurtarmaz. Müəllim və şagirdlər bu il dəllərindən gələn edəcəklər ki, birincilər sırasında olsunlar. Bunun üçün isə birgə çalışıb, birgə səy göstərəcəklər. Həqiqətən 2025-ci, 26-cı tədris ili bizim üçün ən sevindirici bir il oldu. Belə ki, məktəbimiz əsaslı təmirdən qutarıb, kollektivimizin istifadəsinə verildi. Bu il bizim üçün daha bir sevindirici hal oldu ki, məktəbimizin 11-ci sinifini bitirən 85 şagirdlərindən ali məktəblərə sənəd vermişlər. Onların 57 nəfəri ölkəmizin ayrı-ayrı institutlarına, universitetlərinə, eyni zamanda xarici dövlətin universitetlərinə də qəbul olundular. Bu il məktəbimizə 110 şagird 1-ci sinifə qəbul olunubdur. 35 şagird 0 sinifinə qəbul olunubdur. Arzum odur ki, əsasən bu gözəl məktəbdə keyfiyyətin yüksəldilməsi, şagird nailiyyətlərinin gücləndirilməsidir. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Novxanı kənd 2 nömrəli məktəbdə yeni tədris ilində şagirdlərin həvəsi 1-ə 1000 artmışdı. Çünki şagirdlər uzun ayrılıqdan sonra öz sinif yoldaşlarına və sevimli müəllimlərinə qovuşmuşdular. Bu məktəbdə olan disiplin, nizam-intizam həmişə seçilir. Elə bu da bu məktəbin uğurlarının nəticəsidir. Hər il çox sayda şagirdlər ali məktəbə qəbul olur. Məktəbin direktoru Nihalə Həşimova şagirdləri sinif otaqlarında təbrik etdi. Onlara bu yeni tədris ilində bol-bol uğur arzuladı. Əlbəttə, müəllim duası, müəllim arzusu şagirdin ən gözəl hədiyyəsidir. Hər bir məktəbin uğuru ümumi təhsilimizin uğurudur. Əziz şagirdlər, çalışın ki, hərəmiz bir fərd olaraq bu vətənin seçilən və layiqli vətəndaşlarından olaq. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.